bölünməz heç vaxt, vətən bölünməz heç vaxt. Hamısı vətəndən ötər, canını etdi sipər. Ucaldan bayraqları, qaytaran torpaqları bizim igidlər oldu, qazi şəhidlər oldu. Hamısına rəhmət olsun, yerləri cənnət olsun. Qazilərimiz var olsun, tarı onlara yar olsun. Bu şəhidlərdən biri Tərtər rayonunun şiri, ürəkdə yaşayır adı Şahmar kişinin övladı, Aslanlı Orxan Ağda. Qeyd edirəm varaqda, dillərdə dastan olsun, əbədi xatirə qalsın. Onun həyatını bil də 92-ci ildə unutmayaq tarixi. Noyabrın 25-i müharibə zamanında, qızğın döyüş anında, kəndləri Səhlabadda göz açmışdı həyata. Sadə bir oğlan idi, hamıya mehriban idi, hörmətli adlı sanlı, yəni şöhrətli şanlı. Sadə ömür sürürdü, har zaman sevilirdi, böyüyə hörmət göstərən, kiçiyə məsləhət verən. O çox böyük ürəkli, xoş arzu, xoş diləkli, həmişə xeyirdə şərdə şərik çıxardı dərdə. Bir söz ilə el oba, bütün qohum əqraba onu çox istəyərdi, hörmətli gözləyərdi. Bir bacının qardaşı, onun ürək sirdaşı, anasının ürəyiydi, sanki göz bəbəyiydi. Orxan ümumiyyətlə öz halal zəhməti ilə pul para qazanardı, çox kasıb dolanardı. Ay gəldi illər ötdü, necə fəsillər ötdü, sınaq görsə də hər an çətinliklərlə Orxan böyüyüb başa çatdı, 18 yaşa çatdı. Allahın rizası ilə, anasının duası ilə getdi hərbi xidmətə, dayaq dursun millətə. Əskərlikdə də Orxan qazandı böyük adsan, xidmətin edib sonu verdi vətən borcunu. Xidmətdən gələn andan Orxan həmən zamandan öz zəhməti ilə hər an işləyib hər bir zaman. Anasına kömək oldu, bacısına gərək oldu. Keçdi gör neçə illər, neçə aylar, fəsillər, deyim davamını bil də 2020-ci ildə müharibə başladı. Bu döyüş tam başqadır, dözə bilməyib Orxan. Axı vətəni hər zaman çətindədir, dardadır, xalqı intizardadır. Hər dəqiqə, hər saniyə vətəni qorusun deyə könüllü döyüşə getdi, hər kəsi heyran etdi. Böyük şücaəti ilə, o öz cəsarəti ilə şir tək girib meydana, qanıddurdu düşmana. Hünəri çoxdur Orxanın, Orxan hətta düşmanın qorxulu röyasıydı, daim baş bəlasıydı. Su qovuşanda çıxışda, Ağdərədə talışda vuruşdu Orxan əlbət. Ağdərədə nəhayət çatdı hər şeyin sonu, Oktyabırın onu ali məqam şəhadət oldu Orxana qismət. Çün şəhid oldu Orxan, qəlblərdə qaldı Orxan. Gəl bu qəmdən çıx ginan, təsadüfə bax ginan. İlk döyüş vaxtı doğulan bizim şəhidimiz Orxan. İkinci müharibədə döyüşərkən get-gedə qardaş şəhid olarmış, gözümüz yaşla dolarmış. Şəhid olan zamandan bir il keçir o andan, deyirəm hər sözü doğru, Orxanın bacısı oğlu dünyaya gözünü açır, göydən şəfəqlər saçır, adını qoyurlar Orxan ki hər an, hər bir zaman şəhidin adını yaşatsın, zirvələrdə ucalsın. Möcüzədir ay Allah, Allahın qismətinə bax. Şəhidimiz doğulan ay, noyabrda həmən ay, bacısının oğlu oldu, biz üçün təsəlli qaldı. Deyirəm ay bəsdi ana, düşmə qəmə hicrana, öpürəm əllərindən, o qarət ellərindən. Elə oğul böyütmüsən, dünyaya gətirmisən, üzülmə heç bir zaman, yaşayır sağdı Orxan. Axı ölmüş
ömür şəhidlər, tarix yazdı igidlər. Bacısı Nigar xanım, olmasın qəm icranın. Bir nəzər sal günah ki, təsəlli al günah ki, sənin elə qardaşın var, ən əziz sirdaşın var. Axmasın heç göz yaşın, axı sənin qardaşın fəxrimizdir hər zaman. Unutmarıq heç bir an, başa düşərlər məni, şəhidimizin kürəkəni. Danışım qalib haqda, həmişə gedib qabaqda. Dəyərli qardaşdır o, sadə vətəndaşdır o, tanınıb hörməti ilə, əhdə sədaqəti ilə. Hamının iftixarıdır, düzün tərəfdarıdır. Qurtarıram söhbəti, mənsə bu rəvayəti. Şəhidimizin kürəkəni, sanki qalibin yəni, istəyi ilə yaratdım, aşikarə çıxartdım.